Kim toplu 2025 təzə yeni toplu sülfat turşusunun alınması xassələri sual 45. Deyir 28 qram dəmirlə duru sülfat turşusunun reaksiyasından hansı duz və neçə qram alınır? Birincisi, dəmir duru sülfatdan adi şəraitdə reaksiyaya girir, elə və bu zaman dəmirin ikivalentli duzu alınır. Yəni ferro SO4 alınır və hidrogen qazı. Adi şəraitdə yazmadınız axı. Ehtiyac yoxdur. Heç nə yazmamışım üstündə, deməli adi şərait. İndi burada heç əmsallaşdırmağa da ehtiyac yoxdur. Sağda solda bütün elementlərin sayı bərabərdir. O zaman gəlin hesabımızı aparaq. Bizə dəmiri verib 28 qram dəmir girsə, hansı duz və neçə qram alınır? X qram alınır. 56-198 alınır. Normalda 56 qram girəndə, bəli, düz 198. Burada nə qədər alınır? 198 demək. Elə eləyir. Ha, yox, yox. Bunların cəmi neçə eləyir? Bunların cəmi. Haşı çıxaq da mən 96. Bunların cəminə bir dənə. 96 ilə. 96. 142 eləyir, neçə eləyir? Xeyr, 4 eləyir. 154. 154. 4. 152 eləyir. 4 eləyir. 102 hidrogenli çıxdı. Hə. 152 qramdır bunun molar kütləsi. Yəni 56 qramdan 152 alıram, 28-dən Şeydir, 76 eləyir. Bərabərdir 76. Hə. 76 qram dəmir 2 sülfat alınır. Deməli axı 2 çıxıram, ona görə dedim. Yaxşı elədin. 2 qram hidrogen də burada var da. Elə ki bu ikisinin cəmi bərabər olmalıdır bu ikisinin cəmi. O 2-ni çıxanda 152 olur. Sən 154 aldın, 2-ni çıxanda. Sabit dedi.